Ordubad Azərbaycanımızın incisidir. Gəncə kəndi isə Ordubadın incisi sayılır. Bu kənd gözəl təbiəti ilə yanaşı 1000 illərlə ölçülən qədim tarixi, milli mənəvi dəyərlərə bağlılığı, sosial-iqtisadi inkişafı ilə də diqqət çəkir. Əməkdaşlarımızın Naxçıvan kəndləri silsiləsindən hazırladıkları reportajlardan biri Gəncəyə həsr edilib, izləyək. Geniş və hamar yollarla irəliləyirdik. Səhərin bu sübh çağında Naxçıvanımızın simvolu olan Haçadağın gözəl mənzərəsini lentə alarkən ana vətənimizin necə də zəngin təbiətə malik olduğunun bir daha şahid olduq. Səhər meynindən yarpaqlar, çiçəklər qımıldanır, ətrafda quşlar ötüşürdü. Çöllərə döşənmiş otlar isə dəniz kimi dalğalanır, keşlik otunun qoxusu ətrafa yayılırdı. Çobanlar sözün əsl mənasında yuxularına haram qatıb sabahı bu çöllərdə açmışdılar. Mal-qara örüşə çıxarılıb yerbəyer edilmişdi. Avtomobilimizin qabağından qaçan bu dovşan da nəzərimizdən yayınmadı. Bu, çoxları üçün ilk baxışda əhəmiyyət verilməyən bir hal olsa da özlüyündə çox şey deyir. Bu, fauna növlərimizin necə yüksək səviyyədə qorunmasından xəbər verir. Gəncəyə doğru irəlilədikcə qarşımızda gözəl təbiət mənzərələri açılır, hava yavaş-yavaş isinir, insan, necə deyərlər, bu yerlərdə ürək dolusu nəfəs alırdı. Günəş uca dağların arxasından boylanarkən, üfüqlərdəki qırmızılıqdan ətraf əlvan rəngə boyanırdı. Kənd oyanır, bu görünüş isə ona başqa bir rəng, başqa bir şəkil verirdi. Hər şeydə bir yenilik və təravət var idi. Bir ucqar dağ kəndi üçün bundan gözəl mənzərə ola bilərmi? Gəncə Ordubadın ucqar kəndlərindən biridir. Bu kəndin arxası məşhur Soyuq dağına söykənib. Bu dağlardakı hakim yüksəkliklərdə dayananlar Naxçıvanımızın təhlükəsizliyini təmin edirlər. Gəncə kəndi haqqında fəxr və iftixarla danışılacaq bir çox məqam mövcuddur ki, biz də qarşıdakı dəqiqələrdə onlardan söhbət açacağıq. Elə söhbət Soyuq dağından düşmüşkən, burada dayanan milli ordunun şəxsi heyətindən söz açmaq lap yerinə düşər. Düşmən xisləti havanın soyuqluğu heç də vətənin keşiyinin çəkilməsinə maneçilik törətmir. Yerləşdikləri çətin coğrafi şərait onların xidmətdəki əzminə təsir göstərmir. Bu isə Gəncənin bugünkü müasir həyatına stimul verən başlıca qayədir. Kənd qorunur deyə insanlar yurda daha sıx tellərlə bağlanır, dağ süxurlarını yarıb özlərinə ev salırlar. Gəncədə 250-yə yaxın ev var. Hamısı da yaraşıqlı və 2 mərtəbəlidir. Elə kənddə olarkən bu müasir tikililər diqqətimizi cəlb etdi. Müasir üslubda tikilən digər evlərin də inşası davam etdirilir. Artıq Naxçıvanımızın ən ucqar dağ kəndlərində belə müasir tələblər səviyyəsində qurulan evlər mövcuddur. Bu isə sakinlərin doğma torpağa bağlılığından və kənddəki inkişafdan xəbər verir. İnkişaf demişkən, indi bu modern və komfortlu avtomobillər hərəkət zamanı nə bir çala-çuxur, nə bir təhlükəli eniş, nə də sərt döngələrlə üzləşirlər. Çünki asfalt yol örtüyü bu yerlərə də nüfuz edib. Belə olan halda sakinlər elə bu avtomobillərə üstünlük verirlər. Kənd ağsaqqalları deyirlər ki, nəvə nəticə göz açıb bu şəraiti görüb düşünür ki, əzəl başdan bu kənd belə olub. Lakin heç də belə deyil. Bizim uşaqlar bəs deyir ki, bu maşın yolu elə dünya binalarında var idi. Çaydan utaya dəmir kəb var idi. Amma indi bir şəhərdir. İndi dövranımız qəşəkdir, əmin-amanlıqdır. Bundan hər şeyimiz var. Hamının yeməyi də var, içməyi də var, yaşadığı yerdə var, həyat bazası da var. Güldən ağır heç kəsəyiz. Telefonumuz var, işığımız var, qazımız var, suyumuz var, ev eşəyimiz var. Bundan dövlətdən nə istəyəsin? Mən o kasıbçılığı, çətin vaxtları görmüşəm. İndi buna baxıb fəxr edirəm. Mən o dövrəm lap kəndin başında yaşadım. Maşın düz gedir qapıya.
Bəli, yolla bərabər Dağ kəndində məktəb, həkim ambulatoriyası, kənd mərkəzi istifadəyə verilib. Məktəbə təyinat alıb gələn gənc müəllimlər də uğurlu nəticələr üçün səylə çalışırlar. Gəncə ta qədimdən özünün ziyalıları, alimləri ilə tanınıb. Elə indi də bu məktəbdə onların sələfləri yetişir. 4 il işləyirəm dil ədəbiyyat müəlliməsi kimi və öz biliş bacarığımı şagirdlərə çatdırıram. Mən fəxr edirəm ki, Ucqar kənddə dərs deyirəm. Əvvəlki illərlə müqayisə eləsək, əvvəlki illərdə məktəbimiz köhnə binada yerləşirdi, şəraitimiz çətin idi, istilik yox idi. İndi gözəl istilik sistemi yaradılıbdır. Deməli, qış aylarında bizdə heç vaxt əsərdə fasilə olmur. Gəncəlilərin ən böyük sərvətlərindən biri babalardan qalan adət-ənənələrin yaşadılmasıdır. İnsanları əli dəstəmazlı, dili dualı olan bu kənddə ağsaqqal müdürlüyü hər zaman gözlənilir. Süfrəsi çörəkli, həm də çox qonaqpərvərdirlər. Təndir çörəyinin dad tamını hər gələn qonağın da bilməsinə çalışırlar. Biz də təndiriniz, ocağınız isti olsun deyirik. Gəncəlilər, Muxtar Rızazadə, Lalə Hüseynova, Razim İsmailin, Müftü İbrahimov. Xəbərlər.